Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Allahümme ati nufusana taqvaha ve zekkiha ente hayrun men zekkaha ente veliyyuha ve mevlaha. Allah'ın izniyle yani hatırlama etmək istədik. Çünki sabah olduqca əzəmətli bir gündür, dəyərli bir gündür, Arafa günüdür. Və bu barədə qısa da olsa xatırlama eləyək ki, hətta Arafa günü barədə olan fəzilətdən qafil olmayaq. Və biz ümumən Zilhiccə ayındayıq, necə bilirsiniz? Zilhiccə ayının fəzilətli günlərindəyik. Və bugün Zilhiccə ayının 8-idir. Həcdə olanlar üçün tərviyə günü deyilir bu günə. Bu Zilhiccə ayının ilk 10 günü Allah qatında olduqca dəyərli bir günlərdir. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur səhih hədisdə: "Mə min əyyəmin əl-əməlu salihu fihinnə əhəbbu ilallahi min həzihil əyyəmil əşr." Deyir ki, Allah qatında elə bir günlər yoxdur ki, bu 10 gündə edilən salih əməllərdən Allah üçün daha sevimli olsun. Bu 10 gündə, Zilhiccə ayının bu 10 günündə. Və Arafa günü də həmən bu günlərdən birisidir. Arafa günü Zilhiccənin 9-cu günüdür. Deməli, burada Allah Resulü sallallahu aleyhi ve sellem deyəndə ki, "Mə min əyyəmin əl-əməlu salihu." Elə bir gün yoxdur ki, orada edilən salih əməl. Burada yəni əl-əməl müfrad olaraq əlfləmlə gəlib, ümumi, bütün əməli şamil edir. Bütün əməli, deməli, mütləq olaraq bütün əməllər bu günlərdə Allah subhanahu wa ta'ala üçün olduqca sevimlidir. Və Arafa günü də sabah Zilhiccə ayının günlərindəndir. Demək ki, Arafa günü də edilən əməllər bu hədisin ümumiyyətinə əsasən Allah üçün sevimlidir. Və Allah üçün sevimli olan həmən bu əməllərdən xüsusi olanlarından da birisi məhz Arafa gününün orucudur. Yəni sabah tutulacaq orucdur. Has ki buna Arafa gününün orucu deyilir. Zilhiccə ayının 9-u. 9-u tutulan oruc Arafa orucu. Arafa gününün orucu deyilir. Və həmən bu günün Arafa gününün fəzilətlərindən birisi budur. Arafa günü tutulan oruc. Və Arafa günü tutulan oruc barədə Allahın Resulü sallallahu aleyhi ve sellem buyurur ki, "İnni əhtəsibu." Deyir ki, "Siyamu yevmi Arafa, inni əhtəsibu alallahi ən yukəffirə sənətəlləti qabləhu və sənətəlləti ba'dahu." Deyir ki, Arafa gününün orucu mən Allahdan ümid edirəm ki, bir il keçmiş və bir il gələcək günahları bağışlayır. Deməli, bir günün orucu, Arafa günü sənin etdiyin bir günün əməli, o da oruç tutmağın 2 illik günahlarına sənin kəffarədir. 2 illik günahlarına kəffarədir. Bir il keçmiş və bir ildə gələcək günahlarına. Və bu fəzilət hələ yəni oruc barədə olan fəzilətdən əlavə bir fəzilətdir. Necə ki, bilirik biz, oruc, Allah üçün tutulan oruc, bir günün orucu, necə ki, hədisdə gəlib, sən bir gün Allah üçün oruc tutarsansa, Allah subhanahu ta'ala o oruc vasitəsilə səni 70 il cəhənnəmdən uzaqlaşdırar. Ayrıca bir günün orucun fəziləti barədə qüdsi hədisdə Allah subhanahu ta'ala demişdir ki, "Fəinnəhu li və ənə əczi bihi." Oruc mənim üçündür və onun mükafatını da mən özüm verəcəm. Yəni Allah subhanahu ta'ala oruc ibadətini özü üçün xüsusiləşdirib. Deyib ki, o mənim üçündür. Orada olan ixlasa görə və onun mükafatını da deyir, mən özüm verəcəm. Bu fəzilətlərlə yanaşı, üstəlik Arafa günündə olması və üstəlik, yəni çünki fəzilət, Arafa günü dedik ki, Zilhiccə ayının günlərinə daxildir və o günlərdə edilən əməl Allah üçün sevimlidir. Üstəlik ayrıca Allah Resulü sallallahu aleyhi ve sellem 2 illik günahlara kəffarə olmasını deyib. Bununla yanaşı sabah Zilhiccə ayının 9-u
4-cü günə düşür. 4-cü gündə ayrıca əməllərin Allaha ərz edildiyi bir gündür. Necə ki, İmam Tirmizinin Əbu Hureyra radiyallahu anhuda rivayet etdiyi hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Yu'radul a'malu ilallahi yevmi isnin və yevmul xamis və uhibbu an yu'rada amali və ana saim və yaxud fe inni saim." Deyir ki, əməllər hər 1-ci və 4-cü gün Allaha ərz edilir. Yəni sizin həftəlik əməlləriniz hər 1-ci və 4-cü günlər Allaha ərz edilir. Və Allahın Resulü buyurur sallallahu əleyhi və səlləm: "Və əməllərim Allaha ərz edildiyi zaman mən oruçlu olmağı sevirəm." Yəni istəyirəm ki, əməllərim Allaha qaldırıldığı vaxt, Allaha göstərildiyi vaxt mən oruçlu halda olum. Deməli, təsəvvür edin, orucun fəziləti ayrıca, üstəlik Arafa gününün orucu olması baxımından, həmçinin 4-cü gününün, yəni əməllərin qalxması yönündən, üstəlik Peyğəmbər sallallahu əleyhi və səlləm deməsi ki, mən sevirəm ki, əməllərim qaldırıldığı zaman oruçlu olum. Bunların hamısı fəzilətlər bir-birinin üst-üstədir hamısı. Sabahsı gün və Allah Resulü sallallahu əleyhi və səlləmin sevdiyini sevmək, bu da imandandır, şək yoxdur. Və sonra Arafa gününün fəzilətlərindəndir ki, qardaşlar, Arafa günü Allah subhanahu teala həmin bu günü məhz İslam dinini kamil etdiyi və neymətini tamamladığı bir gündür. Necə ki, səhih hədisdə gəlib Ömər radiyallahu anhudan deyir ki, "Ənə rəculən minəl yahud qalə ləhu ya əmirəl mü'minin əyətun təqra'unakum fi kitabikum ləv nəzələt aleynə mə'şərəl yahud ləttəxəznə zəlikəl yevmə idən." Deyir ki, Yahudilərdən biri dedi ki, ey əmirəl müminin, ey müminlərin əmiri, kitabınızda oxuduğunuz bir ayə var. Kitabınızda oxuduğunuz bir ayə var. Əgər o ayə bizə nazil etsə, biz Yahudilərə nazil olmuş olsaydı, o günü biz bayram götürmüş olardıq. O günü bayram edərdik. Ömər radiyallahu anh deyir ki, nədir o ayə? Hansı ayədir? Maidə surəsinin 3-cü ayəsini oxuyur Yahudi. "Əl-yevmə əkməltu ləkum dinakum və ətməmtu aleykum ni'məti və raditu ləkum l-İslamə dinə." Bugün sizin dininizi kamil etdim, öz neymətimi sizə tamamladım və İslamdan din olaraq sizlər üçün razı qaldım. Ömər radiyallahu anh deyir ki, biz bilirik o hansı yerdədir, hansı ayədir və hansı yerdə nazil olub. Deyir ki, o Peyğəmbər sallallahu aleyhi və səlləmə cümə günü Arafada olduğu vaxt nazil olub. Cümə günü Arafada, yəni o vaxt Allah Resulü sallallahu aleyhi və səlləm vida həccində cümə ilə Arafa üst-üstə düşmüşdü. Cümə ilə Arafa. Sabah isə bizdə Arafa 4-cü gündən üst-üstə düşür. Deyir ki, Ömər radiyallahu anh Arafa günü nazil olmuşdu həmin ayə. Hansı ayə? Bu gün dininizi sizə kamil etdim. Yəni ki, biz bilirik o hansı ayədir. Təsəvvür edin, Yahudi, yəni etiraf edir ki, Allah sizin kitabınızda deyib ki, sizin dininizi sizə kamil etdim və neymətimi sizə tamamladım. Yəni deməkdir ki, bizdə bu yoxdur. Bizim oxuduğumuz Tövratı, yəni bilənləri belə şübhə edirlər. Çünki Allah subhanahu teala orada deməyib ki, sizin dininizi kamil etdim, neymətimi sizə tamamladım və bu dini sizin üçün razı qaldım. Bu yalnız İslamdadır, yalnız İslam barədədir. Allah subhanahu teala bunu deyir ki, sizlər üçün İslamdan din olaraq razı qaldım. Və bu Arafa, şahid yer budur ki, Arafa günü nazil olmuşdur həmin ayə. Yəni ki, Allah subhanahu teala o gündə dini kamil etdiyi bir dindir. Sonra Arafa gününün fəzilətindəndir ki, Allah subhanahu teala and içir. Allah Taala and içib. Ümumən və xüsusən. Ümumən Fəcr surəsində Allah subhanahu teala deyir: "Vel fecri ve leyalin aşr." And olsun fəcrə, sübh çağına və and olsun 10 gecəyə. Və 10 gecə də nədir? Zilhiccə ayının günləridir. Gecədən də gün də ora daxildir.
Zilhiccə ayının ilk 10 gecəsidir. Allah Teala yəni təzim edilməsi yönündən Allah Teala and içir. And olsun deyir 10 gecəyə və Arafa da Zilhiccə ayının 10 gecəsinə daxildir. Və Buruc surəsində də Allah Subhanahu taala yenə deyir ki: "Və-səmai zətil buruc." And olsun bürclər sahibi olan göyə. "Vel-yevmil mev'ud." Vədə verilmiş günə. "Və şahidin və məşhud." Şahidlik edən və şahidlik olunan bir günə. Yenə İmam Tirmizinin Əbu Hüreyrə radiyallahu anh rivayet etdiyi hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm burada Allah Taala'nın and içməsi ki, "Vel yevmil mev'ud" deyib ki, bu yevmil qiyamə. Vədə verilmiş gün qiyamət günüdür. "Və şahid yevmul cuma." Şahid olan, şahid edən cümə günüdür. "Vel məşhud yevmu Arafa." Şahidlik olunan isə Arafa günüdür. Arafa günüdür. Və həmçinin Arafa gününün fəzilətindəndir. Bu gündə günahlar bağışlanır və Allah Subhanahu taalanın cəhənnəmdən ən çox azad etdiyi, qul azad etdiyi bir gündür. İmam Müslimin Ayşə radiyallahu anhadan rivayet etdiyi hədisdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Mə min ayyamin, mə min yevmin aksara min an yu'taqallahu abdan minan-nari min yevmi Arafa. Və innehu la yadnu thumma yubahi bihimul malaikata feyaqul ma arada haula." Deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm elə bir gün yoxdur ki, Allah Taala o gündə Arafa günündən daha çox oddan qul azad etmiş olsun. Elə bir gün yoxdur ki, Allah Subhanahu taala o gündə Arafa günündən daha çox oddan qul azad etmiş olsun. Təsəvvür edin. Bu ümumidir bu fəzilət. Həcdə olanlara da aiddir, həcdən kənarda olanlara da aiddir. Sonra deyir ki, və innehu ləyədnu. Allah Subhanahu taala yaxınlaşır. Yaxınlaşır qullarına nazil olur. Bu isə həcdə olan Arafa əhlinə xasdır. Çünki bundan sonra yenə deyir ki, "Summa yubahi bihimul malaika." Onlarla mələkləri yanında övünür. Allah Subhanahu taala fəxr edir. Arafada, Arafa çölündə, Arafa düzündə olanlar, orada olanlarla bilirsiniz Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, "El-Arafa, el-Haccu Arafa." Həcc Arafadır. Arafa həccin əsas rukunudur. Əsas rukunudur, əsas özəyidir həccin. Zilhiccə ayının 9-cu Arafa günü onlar ora gedirlər, orada dururlar ta gün batana qədər. Orada salih əməllərlə, zikirlərlə, dualarla məşğuldurlar. Allah Subhanahu taala yaxınlaşır və mələkləri yanında həmin o Arafa çölündə duranlarla övünür. Elm əhli deyir ki, bu ona dəlildir ki, Allah onları bağışlayır. Çünki Allah Taala bağışlamasa, günahkar qulla heç vaxt övünməz. Sonra deyir ki, bunlar nə istəyiblər? Nə istəyirlər? Yəni ki, Allah Subhanahu taala onların istəyinə cavab verir və olduqca böyük bir məsələdir bu. Arafa günü, yəni Arafa gününə xas olan özəl bir məsələdir ki, bu gündə Allah Subhanahu taala oddan ən çox azad etdiyi, yəni qulların ən çox azad etdiyi bir gündür. Arafa günü və həmçinin Allah Subhanahu taalanın yaxın olması və duaları qəbul olunması, yəni Arafa günü edilən duanın qəbul olması və Allah Subhanahu taalanın övünməsi Arafa əhli ilə mələkləri yanında və odur ki, yəni bu gün Arafa günü ümumən tamamilə həm həcdə olanlar, hətta həcdə olmayanlar üçün belə tamamilə günahlardan azad olub və cənnəti qazanmaq üçün olduqca böyük bir, gözəl bir fürsətdir. Ona görə bu gündə çalışın, yəni heç bir dəqiqənizi boş buraxmayın. Bu gündə, yəni Arafa günü özünüzü çalışın tamamilə Allah Subhanahu taalaya verin. Zikirlərlə, dualarla, Quran oxumaqla, ibadətlə, yəni ta gün batana qədər, sabah ta gün batana qədər bu günün, bu fəzilətin yəni dəyəri itirməyin, bu fürsəti əldən verməyin, olduqca böyük bir gündür. Xüsusən dua, yəni bu Arafa gününün fəzilətindəndir, eyni zamanda bu gündə edilən dua ən xeyirli duadır.
Peygamber sallallahu aleyhi ve sellem buyurur, İmam Tirmizi'nin rivayet ettiği hadiste, hayr duai dua yevmi arafa ve hayr men kultu ana ve nebiyyun min qabli la ilahe illallah vahdehu la şerike leh lehul mulk ve lehul hamd ve huve ala kulli şeyin kadir. Der ki Peygamber sallallahu aleyhi ve sellem, en hayırlı dua Arafa günü edilen duadır. Ve en hayırlı dediğimizde mən ve məndən önce peygamberlerin de o günde en hayırlı dedikleri hemen bu zikirdir. La ilahe illallah vahdehu la şerike leh lehul mulk ve lehul hamd ve huve ala kulli şeyin kadir. Ve İmam Malik'in Muvatta'da rivayet ettiği lafızda ise gelip ki afdalu duai duai yevmi arafa. En faziletli dua Arafa günü edilen duadır. Ve afdalu men kultu ana ve nebiyyun min qabli la ilahe illallah vahdehu la şerike leh. Bu rivayette bu ara kadar. Ve həmin gün mən və məndən öncə peyğəmbərlərin dedikləri ən fəzilətli dua həmin bu zikirdir. La ilahe illallah kəlməsi. Ona görə elm əhli deyir ki, bu zikir və bu dua, yəni ən çox bərəkəti olan və ən çox savabı olan və ən çox eşidilən duadır. Həmin Arafa günü edilən dua və Arafa günü edilən zikir sabah, Arafa günü etdiyin dualar və etdiyin zikirlər ən bərəkətli, ən xeyirli, ən çox savabı olan və ən çox eşidilən bir dua və zikirlərdir. Ona görə çalış, sabah özünü dua və zikirlə məşğul et. Nəyə görə bu belədir? Çünki bu dua və bu zikirləri bəşəriyyətin ən xeyirliləri ediblər. Və həmçinin ən şərəfli bir vaxtda, o da ən şərəfli bir məkanda, Arafa günü, Arafada. Deməli, Arafa günü dualar nədir? Qəbuldur. Arafa günü dua başqa günlərə nisbətən daha, bu hədisin dəlaləti odur ki, başqa günlərə nisbətən Arafa günü edilən dua daha fəzilətlidir, daha üstündür, daha xeyirlidir. Yəni desən ki, ən çox hansı gündə mən dua edim, o gün ən çox, yəni dua hansı gün daha dəyərlidir, daha çox eşidilir, budur Arafa günü. Arafa günü dua. Yəni Allah Resulü sallallahu aleyhi ve sellem xüsusilə məşğul olduğu bir əməlidir bu. Arafa günü dua etməsi. Həmçinin bu hədisdə dəlil var ki, Arafa günü edilən bütün dualar qəbuldur. Nə qədər ki insan günah üçün bir dua etmir, günaha səbəb olan bir şey üçün dua etmir, necə ki hədisdə gəlib, dua qəbuldur. Həmçinin ən fəzilətli zikrin də la ilahe illallah olmasının dəlili var. La ilahe illallah. Çünki deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem, mən və məndən öncə peyğəmbərlərin ən çox dediyidir, bu idi. La ilahe illallah. Bu isə tohiddir. Tohiddir. Tohidin təzələnməsidir bu. Hansı ki, hər dəqiqə, hər an buna möhtacıq. Tohidimizi təzələməyə, tohidimizi təzələməyə möhtacıq. Yəni, tohid isə Rəbbimizə qəlbimizlə, əməllərimizlə tək ona bağlanmamız, yalnız onun xatirinə etməyimiz və yalnız onun üçün etməyimiz və onun əzəmətini hiss etməyimiz tohid. Çünki tohid olmadan, yəni nə həcc, nə ümrə, nə dua, nə zikir, heç bir şey qəbul olmaz. Və qadimnə ilə mə amilu min əməlin fəcəəlnəhu həbəən mənfura. Allah Teala buyurur Furqan surəsində, biz onların əməllərinin önünə keçdik, əməllərinə baxdıq və onları sovrulmuş toz dənəciklərinə döndərdik. Çünki əməllərində olan, yəni ixlassızlıq, şirk və s. şeylərə görə. Həmçinin Allah Teala buyurur, وَلَوْ أَشْرَكُوا لَحَبِدَ عَنْهُمْ مَا كَانُوا يَعْمَلُونَ. Əgər onlar şirk qoşsalar, etdiyi əməllər hamısı nədir? Hamısı batil olar. Həmçinin Allah Teala buyurur, xüsusən Peyğəmbərə sallallahu aleyhi ve sellem, لَاِنْ أَشْرَكْتَ لَيَحْبَتَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ. وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَاِنْ أَشْرَكْتَ لَيَحْبَتَنَّ عَمَلُكَ فَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ. Sənə də ey Peyğəmbər, səndən öncəkilərə də belə vəhiy etdik. Əgər Allaha şərik qoşsan, əməllərin batil olar, axirət günü ziyan çəkənlərdən olarsan. وَمَنْ يَكْفُرْ بِالْإِيمَانِ فَقَدْ حَبِدَ عَمَلُهُ. Allah Teala buyurur, kim imana küfr etsə, əməli batil olar. Kim imansızlıq etsə, əməli batil olar. Ona görə tohid mühümdür. Və bu da tohidi xatırladı bizə. La ilahe illallah şəhadət kəlməsidir, tohid kəlməsidir. Allahdan başqa yönələcəyin ilah, istəyəcəyin ilah,
ibadətlərini yönəltdiyim ilah yoxdur. La ilahə illallah. Xüsusən orada olanlar, həcdə olanlar buna diqqətli olmalıdırlar. Dualarında ixlaslı olmalıdırlar. Qurban kəsmələrində ixlaslı olmalıdırlar. Təvaflarında, ziyarətlərində, ümrələrində bidətlərdən uzaq olmalıdırlar. Etdikləri əməlləri sünnəyə uyğun olaraq tək Allah üçün etməlidirlər. Tək Allah üçün olmalıdır. Tevhid budur. Belə olarsa, necə ki hədisdə gəlib, analarının doğduğu kimi qaydarlar həcdən. Günahdan arınmış, tərtəmiz olaraq. Deməli, Arafa günü imanın artması və imanın təzələnməsi üçün olduqca böyük bir gündür. Deməli, sən sabah oruclu ola, oruc tuta. Yəni, sən oruclusan, artıq ibadətdəsən. Və Arafa günün orucun fəzilətini bildiniz. 2 illik günahları kəffarədir və Arafa günü Zilhiccə günlərindən olduğuna görə Allah üçün sevimlidir və 4-cü günə düşür. Bu gündə əməllər Allaha qaldırılır. Oruclu ola zikri çoxaldı. Çünki zikirlər də Arafa günü edilən əməllərdən də birisi zikirlərdir. Xüsusən təkbirlər. Allahu Akbar, Allahu Akbar. Sonra əlavə et la ilahə illallah, yenə Allahu Akbar, Allahu Akbar və lillahil həmd. Bu mütləq olaraq ümumi zikirlərdir. Hər dəfə, hər zaman edə bilərsən. Sonra xüsusi zikirlər gələcək hər namazdan sonra. Bu zikirləri də yenə Arafa günü sübh namazından etibarən deyə bilərsiniz. Həmçinin zikirləri çoxaldı. Təkbirlərdən sonra Subhanallah, La ilahə illallah, Allahu Akbar, Elhamdülillah. Hansı ki bu Allah üçün ən sevimli kəlmələrdir. Necə ki, başqa rivayətdə Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allah qatında bu günlərdə edilən əməllərdən daha əzəmətlisi və daha sevimlisi Allaha yoxdur. Sonra deyir, fəəksiru fihinnə minət-təhlili və-təkbiri və-təhmidi və-təsbih. Odur ki, deyir, bu günlərdə təkbiri çoxaldın, Allahu Akbar sözünü, təhlili çoxaldın, La ilahə illallah sözünü, təsbihi çoxaldın, Subhanallah sözünü, bir də təhmidi çoxaldın, Elhamdülillah sözünü. Yəni, bu günlərdə edəcəyin ən xeyirli zikirlər, yəni, bunlardır. Oruçlu olduğun halda bu zikirləri, nədir? Çoxaldı. Və gördün ki, yoruldun zikirlərdən, məsələ, dua et. Dua. Uzun uzadı dua et. Uzun uzadı dua et. Duadan yoruldunsa, aç biraz Quran oxu. Halını dəyiş. Hətta niyə? Hətta bu günü, Arafa gününü ancaq ibadətlə məşğul et özünü. Əzəmətli böyük bir gündür. Yəni Allahın ayinlərindəndir. وَمَنْ يُعَزِّمْ ذَلِكَ وَمَنْ يُعَزِّمْ شَعَائِرَ اللّٰهِ فَإِنَّهَا مِنْ تَقْوَى الْقُلُوبِ Allah Teala buyurur, kim Allahın ayinlərini uca tutarsa, dəyərləndirərsə, bu qəlbin təqvasındandır. Təqvanı qazan, nəfsini təmizlə, təmizlik günüdür Arafa günü. قَدْ أَفْلَهَ مَنْ زَكَّاهَا وَقَدْ خَابَ مَنْ دَسَّاهَا Allah Teala buyurur, nəfsini günahlardan təmizləyən uğur qazandı. Onu günahlara batıran isə ziyana uğradı. Belə bir günü əldən buraxmaq olmaz. Belə bir fürsəti əldən qaçırmaq olmaz. Zikirləri çoxaldı. Dua et. Sonra Quran oxu. Sonra dəstəmaz al, 2 rəkət namaz qıl. Əgər gördünsə bunu evdə edə bilmirsən, məşğul olursan, məscidə gəl. Məsciddə et bu şeyləri. Gördün ki, məsciddə edə bilmirsən, tənhalığa çəkil harasa. Yəni səni məşğul etməsin bu gündə heç bir şey. Heç bir şey, yəni qısa bir, yəni insan bir vaxta girdi mi, o vaxtda ötüb çıxıb gedir. Sən onu bil ki, Arafa günü sabah gün batacaq və əssalam, gün bitdi. Və yəqin olaraq bilirsən ki, gün batacaq. Gün batacaq. Yəqin olaraq bilirsən bunu ki, bu gün bu fəzilət əldən çıxacaq. Odur ki, səbirli ol. Otur özünü ibadətə ayır. 100 dəfə, 200 dəfə, 1000 dəfə la ilahə illallah de. Yəni hətta bəzi sələflərdən nəql olunub ki, onlar Arafa günü oturardılar, bəziləri ancaq la ilahə illallah deyərdi. Heç nə, sadəcə bunu. Oturardı, la ilahə illallah deyərdi. Zikr edərdi, başqa bir şey yox, yerində durmazdı, zöhr namazından sonra ta gün batana qədər. Ancaq namaza durardı. Və Allah Resulü sallallahu aleyhi ve sellem Zilhiccənin 9-u Arafaya getdiyi zaman Minadan səhabələrlə bərabər gəlib ki, Ənəslə və başqalarından deyir ki, biz təhlil, təkbirlər edərdik. Birisi təhlil edərdi, birisi la ilahə illallah deyərdi, birisi Allahu Akbar zikirlərini ilə və heç kəsi qınamazdı.
və Arafada. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm xutbə verir. Ondan sonra zöhr və əsr birləşdirir. Ondan sonra Allah Resulü sallallahu əleyhi və səlləm dəvəsinin üzərindəykən dua edir. Ta gün batana qədər. Gün batana qədər əllərini qaldırır. Allaha yalvararaq sallallahu əleyhi və səlləm o şərəfli məkanda Rəbbinə dua edir. Hətta rivayətdə gəlib qamçısı əlindən düşür, əyilib bir əlindən əyilib qamçısını götürəndə belə o biri əlini duadan qaldırmır. O biri əlini buraxmır. Dəqiqəsini belə boş vermək istəmir. Çünki o gündə edilən duanın xüsusi özəlliyi var. Ona görə bəzi elm əhli deyib ki, nəyə görə? Məsələn, biz dedik ki, Arafa orucu kimə aiddir? Həcdə olmayanlara. Lakin bu hədis ümumidir. Amma bəzi elm əhli niyə deyib ki, həcdə olanlar Arafa orucunu tutmurlar Arafada olduqları zaman? Çünki ibadətə nədir? Gücləri olsun, qüvvəti olsun. Oruclu olduğu zaman əgər o dua edə bilməyəcəksə, zikir edə bilməyəcəksə, deyirlər ki, onun haqqında, Arafada olanların haqqında əfsəl olanıdır ki, oruç tutmasın. Oruç tutmasın. Ona görə insanlar Arafa zamanı, Peyğəmbər sallallahu zamanında bir-birindən danışanda görəsən Allah Rəsul oruç tuturmu, tutmurmu? Bəziləri tuturdular. Ayşə radiyallahu anha tuturdu, Abdullah ibn Zübeyir tuturdu, Abdullah ibn Ömər tuturdu və görəsən Allah Rəsul tuturmu? Zövcəsi Meymunə bir qədək süd göndərir. Və qalxır, dəvəsinin üstündə içir. Bütün insanlar da görür. Bununla da söz-söhbət bitir. Bir əməllə sadəcə. Allah Resulü sallallahu əleyhi və səlləm içir və bəlli olur ki, sallallahu əleyhi və səlləm Arafa günü orada oruç tutmayıb. Elm əhli deyir ki, ümmətə məşəqqət olmasın deyə şəfqətindən dolayı. Çünki Peyğəmbər sözüm oruç tutmuş olsaydı, yəni bütün hər kəs də oruç tutardı və ola bilər kimisi yatardı, zəiflikdən, kimisi dua etməzdi. Amma Allah Resulü sallallahu əleyhi və səlləm əməli ilə göstərdi ki, o günü nədir? Dua ən fəzilətli əməllərdəndir. Lakin kim həm oruç tutarsa, yəni həm fəzilətli əməlləri cəm edə bilərsə, o zaman bunun haqqında isə deyiblər ki, nədir? İcazəlidir. Və odur ki, bu gündə qardaşlar özünüzü Allaha verin. Arafa günü, yəni olduqca qısa saatlardan ibarət bir gündür, amma fəziləti, dəyəri böyük bir gündür. Həmçinin ayrıca hədisdə gəlir ki, bayram günüdür bu, Arafada olanlar üçün və bundan sonraki günlər də bayram günüdür. Arafa günü, yəni tövbə et, günahlardan təmizlən. Bu gün Allah Subhanahu taala qullarına yaxındır. Allah Subhanahu taala onların etdiyi hər bir zikr, hər bir duanı özəlliklə sevir. Dediyimiz, qeyd etdiyimiz hədisə əsasən və bu günlərdə savablar olduqca böyükdür. Allah Subhanahu taala bu gündə salih əməl etməyə bizləri müvəffəq etsin və bu günün xeyrindən, fəzilətindən Allah Azza və Cəllə bizləri məhrum etməsin. Allah Subhanahu taala həcdə olan qardaşlarımızın həccini qəbul etsin və sağ-salamat onları inşallah öz əhlinə qaytarsın. Və sallallahu alə nəbiyyina Muhammedin və alə alihi və ashabihi əcmain.